Goranboyun tarixinə bir nəzər. Goranboy rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri. Türk xalqlarının yaşadıkları çox əsrlik tarixə malik yurt yerlərindəndir. Bunu neçə tarixçi tədqiqatçıların araşdırmaları, tarixi səlnamələr, arxeoloji qazıntılar, maddi mədəniyyət və tarixi abidələr və arxiv materialları da sübut edir. Tarixən Gəncə və ya Gəncəbasar bölgəsi kimi adı çəkilən bu ərazilər hələ eramızdan əvvəl 4-cü əsrdən Asiyadan, Şimali Monqolistan və Çindən Tibet yaylasından, Orxan Yunisey hövzəsindən üzübəri Qafqaza doğru irəliləyərək məskən salmış qədim Hun türklərin tarixi torpaqlarıdır. Bizim eranın 1-ci əsrində Strabonun coğrafiya əsərində Kiçik Qafqazın şimal təklərində, Gəncəbərdə arasında Sakasena adlı ərazinin olduğu qeyd olunmuşdu. Burada Sak qədim türk mənşəli tayfanın adıdır. Deməli, bu ərazi də həmin ada əsasən adlandırılmışdı. Eləcə də Sasani dövründə Sakasani kimi adı çəkilmişdi. Qeyd olunan həmin ərazilər sonralar Albanların, Xəzərlərin, Ərəblərin, Səlcuqların, Monqolların, Atabəylərin, Hulakilərin, Qaraqoyunların və Səfəvilərin müəyyən dövrlərində isə Osmanlıların hakimiyyəti altında olmuşdu. Bu ərazilərin qədim yaşayış məskəni olmasının 7-ci əsr Alban tarixçisi Musa Kalankatlı'nın Alban tarixi əsərində 9-cu əsr ərəb müəllifi Balazuri'nin qeydlərində Saksina adının çəkilməsi bir daha sübut edir. Rayon Kiçik Qafqazın şimali şərq ətəklərində yerləşməklə Bakıdan 327 kilometr məsafədə yerləşir. Şimal-şərqdən Yevlax, cənub-şərqdən Tərtər, cənub-qərbdən Kəlbəcər, qərbdən Göygöl, şimali-qərbdən Şamaxı rayonu ilə həmsərhəddir. Sahəsi 1800 kvadrat kilometr, əhalisi 95 min nəfərdir. Rayonun Gülüstan, Ağcakənd, Buzluq, Meşəli, Todan, Ballıqaya, Rusbarisi, Erkəc, Mənəşli adlanan əraziləri turizmin inkişafı üçün əlverişli zonalardan hesab olunur. Bu yerlərin gözəl çəmənlikləri, sıx meşələri, sərin bulaqları, gur sulu çayları, quru iqlimi insanda xoş hisslər yaradır. Rayonun cənub hissəsini əhatə edən Murov dağ silsiləsinin şərq hissəsini gəzməklə Kiçik Qafqazın ən yüksək zirvələrində olan Qamış dağ, Murov dağ, Keçəl dağ zirvələrini asanlıqla seyr etmək olar. Başı qarlı dağlardan Gülüstan və Ağcakənd ellərinə əsən sərin meh insanları hər zaman bu yerlərə cəlb edir. Öz başlanğıclarını Kiçik Qafqazın Qamış dağ və Murov dağ zirvələrindən götürən İncə çay, Qara çay, Kürək çay, Yoran çay, Buzluq çay çaylarının sahilləri bu yerlərdə istirahət edənlərə xüsusi zövq verir. Ağbulaq, Göybulaq, Çiçəkli bulaq, Göyruşlu bulaq, Xanbulaq bulaqlarının buz kimi suyu insanı sakitləşdirir. Qədim ticarət yolları, Böyük İpək yolu, Dəvəçi, yəni Bərdə, Gəncə, Tiflis, həmçinin Gəncəbasar, Göyçə, Divin ticarət yolu rayonun ərazisindən keçmişdi. Qədim ticarət yollarının üzərində yerləşən kurqan abidələri 6-12-ci əsr meşəli, Buzluq, Erkəc, Mənəşli, Ağcakənd, Alban məbədləri, 12-ci əsr Gülüstan qalası, 17-18-ci əsr Xudu Baba türbəsi, 18-ci əsrin sonu Rəhimli türbələr kompleksi, 6-12-ci əsr Şətəl şəhər qala ərazisi rayonun 113 daşınmaz tarix və mədəniyyət abidələrinin ən yaxşı memarlıq nümunələridir.
Rayonun Boluslu kəndinin ərazisində təxminən 180 metr dərinlikdən çıxan müalicəvi mineral suyu üzərində inşa olunmuş şəfa isti su sanatoriyası istirahət edən insanların diqqətini daha çox cəlb edir. Hazırda rayonun ərazisində 4 ulduzlu, 35 yerlik Goranboy, 25 yerlik Şahin və 18 yerlik Qala otelləri fəaliyyət göstərir. Ağcakənd kəndinin ərazisində inşa olunmuş Gülüstan istirahət mərkəzində sutka ərzində 150 nəfərin gecələməsi üçün xüsusi koteclər vardır. Ümumiyyətlə, bir mövsüm ərzində rayonun turizm potensialından 20 min nəfərdən çox insan istifadə edə bilir. Ərazidə davamlı olaraq arxeoloji qazıntılar aparılır. Tapılan qədim maddi mədəniyyət nümunələri rayon Tarix Diyarşünaslıq Muzeyində qorunmaqla bərabər müntəzəm nümayiş etdirilir. Adı çəkilən turist bölgələri dünya şöhrətli Naftalan şəhərindən 39 kilometr, Bakı-Qazax avtomobil yolundan 44 kilometr, Gəncə Beynəlxalq Hava Limanından isə 65 kilometr məsafədə yerləşir ki, bu da rayonun turizm potensialından istifadə etmək imkanlarını xeyli artırır.